80'lər, 90'lar part 2. O illərdə yaşayanlar, o illəri görənlər çox şanslıdır. Bir daha o zamanların gəlməyəcək olması çox acıdır. Uşaqlığımla bağlı o qədər xatirələr var ki, düşünürəm ki, indiki uşaqlar illər sonra hansı xatirələrini anacaqlar. Ancaq internet, oyun, dərs, məktəb, ev, arada bir oyun zalları, AVM-lər və s. Biz oyuncaq belə tapmırdıq zamanında. Corabı kəsib, içinə buğda falan doldurub top düzəldirdik. Saatlarla həyətdə uşaqlarla oynayırdıq. Hava qaralmamış evə yığışmazdıq. Yeni il ərəfəsində kağızları rəngləyib kəsirdik. Şirə ilə yapışdırıb evi bəzəyərdik. O vaxt hər kəsin evində divarda xalçalar olardı mütləq. Gözəl xalçaları ayağımızın altına salmağa qıymazdıq. Divara asıb orada seyr edərdik. 9-cu 11-ci siniflərdə artıq xatirə dəftəri tutmağa başlayırdıq. Bu bizim artıq yeniyetmə dönəmində olduğumuzun bir simgəsi idi. Çünki uşaq yaşlarında buna belə icazə verilməzdi. O rəngli, ürəkli, qıfıllı dəftərlər kimlərin yadındadır? Necə özənlə, maraqla oxuyurduq. Hər kəs orada səmimi, saf duyğularını yazar, dəftərin sahibinə xoş duyğularını və fikirlərini yazardı. Bir növ məktəbin mağazin xəbərləri də oradan gələrdi. Hər kəs sevdiyi, xoşlandığı insanın adını və ya baş hərfini orada yazardı. İçimizdəki duyğular o qədər qabarıq idi ki, artıq duyğularımızı şeirlərə tökər və xatirə dəftərlərində özümüzdən çox gözəl şeirlər yazardıq. İndiki uşaqlar iki kəlməni belə qurub danışmaq istəmir. Kim daha səlqəli yazıb, kimin xətti daha gözəldir, hər şeyi dəyərləndirərdik. Hər kəs bir-birini dinləyər, hörmət edərdi. İndi heç kim qarşısındakını dinləmir və buna səbri də qalmayıb. Siz də xatirə dəftəri tutmuşdunuzmu? Bu barədə rəylərdə fikirlərinizi gözləyirəm.